Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə ədəbi dilin normaları haqqında danışacağam. Bildiyimiz kimi, ədəbi dilin normaları deyəndə bura həm fonetik, həm leksik, həm də qrammatika ilə bağlı olan müəyyən səhvlər meydana çıxır və həmin o səhvlərin yerli yerində işlədilməsi üçün, yəni səhvlərə belə deyək, rast gəlməməyimiz üçün normalar meydana gəlir. Və əgər biz ədəbi dildə düzgün danışmaq, düzgün yazmaq, düzgün sözləri yerində işlətmək istəyiriksə, mütləq şəkildə normalara riayət etməliyik. Və buna görə də bu üç yerə bölünür ki, fonetik norma, bu orfoepik deyiliş, orfoqrafik yazılışla bağlı normalar, leksik, semantik mənalarla sözlərin düzgün yerində işlədilməsi, qrammatik norma isə bizim keçdiyimiz morfologiya və sintaksislə bağlı olan məsələləri nəzərində saxlayır. Fonetik norma nə deməkdir? Fonetik norma, əgər siz bilmək istəyirsinizsə, mütləq şəkildə həm orfoepiyaya, həm də orfoqrafiyaya riayət etməliyik. Yəni, orfoepiya nədir? Orfoepiya sözlərin tələffüz qaydalarıdır. Orfoqrafiya nədir? Sözlərin düzgün yazılış qaydalarıdır. Əgər bunlarla bağlı səhvlərə rast gələcəksə, bu olacaq orfoepik və orfoqrafik normanın pozulması, o da fonetik normanın pozulmasına gətirib çıxarır. Məsələn, xüsusi isimlərin böyük, ümumi isimlərin kiçik hərflərlə yazılması bu tərsinə baş verərsə, mürəkkəb sözə def işarəsinin qoyulması, əvəzinə trenin qoyulması və s. və axır. Yəni, bunların hər biri fonetik normadır. Və yadımızda qalsın ki, fonetik normada dəyişmə gec olur. Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də bir sıra sözlərin tələffüz ilə yazılış arasında müəyyən fərqlər özünü göstərir. Bu baxımdan dilimizdə elə sözlər vardır ki, onların tələffüz edildiyi kimi yazılması, yaxud əksinə yazıldığı kimi bu səhvdir. Və bunlar da artıq belə deyək, fonetik normanın pozulması. Məsələn, bilirik ki, çiyələk yazılır, çiyələk deyilir. Amma biz orada çiyələk yazsa, ayilə yazsa, bunlar avtomatik nə olacaq? Fonetik normanın pozuntusu hesab olunacaq. Fonetik norma rahatdır. Problemli hissələrdən biri leksik normadır. Çünki leksik norma bəzi insanların belə deyək də hal-hazırda sözlərdən elə istifadə edirlər ki, elə bilirlər ki, yəni doğru istifadə olunur. Elə biz müəllimlər daxil hamımız da, yəni belə deyək, elə bilirik ki, doğru istifadə edirik danışıqda. Amma danışıq zamanı da biz normadan, o deyək, məişət üslubunda deyirik ya biz ki, ədəbi dilin normaları, hər bir dildə üslubda ədəbi dilin normasına riayət olunmalıdır. Eynən bax, bu məişət üslubunda da nədir insanların xalq danışıq dilində, insanların danışıq dilində belə deyək də, orada da leksik norma düzgün olmalıdır ki, sözlər düzgün anlaşılsın. Və leksik normada, məsələn, deyirik ki, fonetik, qrammatik norma müqayisəsində leksik norma dəyişkənliyə daha tez oxuyur. Çünki danışıq dildə axı orada sözlərin istifadə olunması və s. və axır. Əsl türk sözlərinin ibarət milli leksika ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəal iştirak edir və yüksək tezliklə işlənilir. Burada ikinci yeri milliləşmiş alınma leksika tutur. Leksik norma hər hansı bir sözün mənasına bələd olmağı, ondan düzgün yerində yararlanmağı tələb edir. Hər bir söz tarixi inkişaf prosesi nəticəsində müəyyən məna, məzmun qazanıb. Yersiz təkrarlar, artıq sözlər, bunlar leksik normanı pozur. Məsələn, deyir, yaşlı qocalar. Yaşlı da qocadır, qoca da yaşlıdır. Kiçik dəftərçə kiçik olur da, körpə ilə balaca olur da, poema ilə mənzum olur da, povest elə mənsur olur da, yəni nəsrdə yazılır da. Bax, bunların eyni şeyin iki dəfə yazılması orada birbaşa normanın pozulması deməkdir, leksik normanın. Leksik normanın tələbinə əsasən hər bir sözün yerində işlənməsi vacib və zəruridir. Əks halda fikir düzgün ifadə olunmur. Məsələn, anam başımın yanında dua edir. Anam başımın yanında dua edir sözü yerinə düşmür. Burada anam başımın üstündə dua edir etməli olmalıdır. Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yol verilməsi leksik normanı pozur. Yəni, olmamalıdır bunlar. Amma yadımızda qalsın, frazeoloji birləşmələr, bədii təsvir ifadə vasitəsi, ümumiyyətlə məcazilik leksik normanın pozuntusu demək deyil. Leksik norma funksiyal üslublara görə fərqlənir. Məsələn, bədii üslubda obrazlı sözlər, ifadələr genişləndiyi halda elmi üslub üçün isə bu xarakter deyil. Hərəsinə görə isə dəyişir. Məsələn, elmi üslubda terminlər üstünlük təşkil edir. Gəlin baxaq görək nələrdən deyir. Məsələn, babamın maraqlı yaddaşı söz ola bilməzdir. Babamın yaddaşı maraqlı yox, güclü də ola bilər. Çayçı tez-tez çay düzəldirdi. Çayçı çayı düzəldə bilməz, hazırlaya bilər. Atamın bərk baxışları, bəlkə yox, sərt baxışı ola bilər. Bıçağın üzərində cinayətkarın əlinin şəkli qalmışdı, yox, izi qalmışdı. Biz bu hadisəyə müdaxilə göstərmədik. Müdaxilə göstərmək yox, müdaxiləni etmək olur.
və yaxud Vahid müəllimdən sual soruşdu. Sual soruşmada sualı verirlər. Əziz insanlar, siz hər cür gözəllikdə məhkumsunuz. Gözəllikdə məhkum yox, məhrumsunuz. Çünki uşağa fikir verirsiniz, hər sözün başqa mənası var. Məsələn üçün deyir, bu yeməyin dadı çox müthiş yox, ləzzətli, nəfis ola bilər. Mən qulaqçığı telefona qoşdum. Qulaqçıq yox, qulaqçıq başqa, qulaqlıq olmalıdır. Onun elədiklərini gözümlə görmüşəm. Gözümlə görmüşəm artıq da, görən insan gözü ilə görür də. Şagirdlər aşağı oturun. Aşağı oturun ehtiyacı yoxdur. Oturun deyən olsa aşağı otururlar. Buradakı yerli abrogenlər, yerli sözü artıqdır. Çünki abrogenlər yerli deməkdir. Ölkəmizin müstəqilliyi tam olaraq, yəni de facto yox, de jure, bunlar başqa sözlərdir. Tamaşanın ilk premyerası, ilk sözünə ehtiyac yox, çünki premyera ilk tamaşa deməkdir. Yəni baxın, bunların yerli yerində işlədilməsi və yaxud işlədilməsi leksik normanın tələbidir, işlədilməməsi isə leksik normanın pozuntusu deməkdir. Amma gəlir növbəti qrammatik norma isə bu artıq qaydalarla bağlıdır. Biz orada dedik ki, qrammatika, yəni biz orada ibarət elədik olar morfologiya və sintaksis. Yəni orada öyrəndiyiniz qaydalar. Məsələn, baxın, müəyyən miqdar sayılan izah etdiyi isimlər təkdə olmalıdır. Əgər cəmdə gələrsə, deməli bu nə olacaq? Qrammatik norma pozulacaq. Adlara əvvəlcə cəm, sonra mənsub, daha sonra hal və sonra xəbərli şəkilçisi qoşulmalıdır. Bu səhv baş versə, deməli bu da normanın pozulmasıdır. Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra şəxs xəbər şəklində artırılır. Bu əgər pozularsa, deməli bu da qayda pozuntusudur. Ondan sonra dilçilikdə qayda var ki, nə inkar bağlayıcısı varsa feil təsdiqdə olmalıdır. Feil inkarda gələrsə norma pozuntusudur. Xəbərin uzlaşma məsələsi. Deməli, burada kəmiyyətə görə uzlaşma var, qrammatik normaya görə uzlaşma var. İnsan anlayışı cəmdədirsə, cəmdə olmalıdır, pozulmayıb. Belə deyək, cəmdədirsə, təkdə olubsa, həm kəmiyyətə görə uzlaşmada pozulur, həm qrammatik normaya görə. Uşaqlar, bunu niyə götürürəm? Kəmiyyətə görə bu 8-ci sinif qaydasıdır. Qrammatik norma isə 10-cu sinif. Bu normal qaydası. Məsəl üçün, digər canlı anlayışlarla bağlı. Qoyunlar otlayırlar. Görürsünüz, ikisində də pozulmayıb. Amma qoyunlar otlayır. Burada kəmiyyətə görə pozulub, kəmiyyətə görə fikir verirsiniz. Amma qrammatik normaya görə isə pozulmayıb. Yəni, deyir ki, mənə fərqi yoxdur da. Nədirsə, o cürdə, yəni canlı anlayışsa, təkdədirsə, cəmdədirsə, təkdə də verə bilərik qrammatik normaya görə. Amma kəmiyyətə görə isə deyir ki, yox, pozulub, cəmdə verilməlisiniz. Məsələn, şüşələr artıq cansız əşya ilə bağlı. Şüşələr sındı. Kəmiyyətə görə uzlaşmada deyir ki, nədir? Pozulub. Niyə pozulub? Çünki cəmdədirsə, bunu da deyir cəmdə olmalıdır. Qrammatik norma deyir ki, mənə görə pozulmayıb. Şüşələr sındılar. Cəmdədir, xəbər də cəmdə verib. Kəmiyyətə görə uzlaşmada pozulmayıb. Çünki cəm verib. Amma qrammatik norma deyir ki, yox, məndə olmamalıdır. Yəni, qrammatik norma deyir ki, insan anlayışı olanda cəmdədirsə cəm, təkdədirsə tək. Digər canlı anlayışlar olanda ola da bilər, olmaya da bilər. Amma cansız əşya olanda qrammatik normaya görə deyir ki, yox, təkdirsə də, cəmdirsə də xəbər yenə də təkdə olmalıdır. Çünki cansız əşya mənim üçün heç bir mahiyyət kəsb etmir. Kəmiyyət söhbəti gedəndə isə yadınızda olsun. Kəmiyyət adı bildiyimiz bizim kəmiyyətdir də. Ona görə bu məqama gətirib çıxardır. Mübtəda cansız əşyalarla ifadə olunduqda mübtəda ilə xəbər arasında kəmiyyətli uzlaşma prosesi pozulur. Məsələn, otlar tərpənir. Əgər bu cümlə otlar tərpənir şəkli işlənsəydi, qrammatik şərt pozulardı. Qrammatik şərtdə cəmdə olan mübtəda cansız əşyanı bildikdə xəbər təkdə işlənməli idi. Nitq hissələrinin düzülüşünə görə, yəni inversiya hadisəsi deyiriksə, o pozulsa, eyni sözün təkrarından əmələ gələn sifətlərdir. Biz bilirik ki, o sifətlər nəyə çevrilməlidir? Cəmdə olmalıdır. Əgər cəmdə olmasa, qayda pozulur. Bir sıra bir çox saylarından sonra bilirik ki, cəmdə olmalıdır. Əgər o cəmdə deyilsə, normanın pozulmasıdır. Yəni, göstərilən qaydalara əməl olunmadıqda, sözlərin qrammatik cəhətdən bir-bir əlaqələnməsi zaman səhvə yol verdikdə, inversiya qaydasında deyil, bu qrammatik normanın pozulması deməkdir. Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Nə deyir? Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranıb meydana gəlir. Bu da bizim artıq normalar dərsimiz. Növbəti dərsdə isə biz sizinlə üslub bəhsi üzrə görüşəcəyik. Sağ olun uşaqlar.